Azərbaycan Respublikasının vətəndaşları, kasıb vətəndaşları, kasıb xalq, sizi salamlayıram. Azərbaycan Respublikasının prezidentini salamlayıram. Bugün mən artıq çox sayılı müraciətlərim olsa da, bugün axırıncı mənim müraciətimdir. Bu müraciətdən sonra başqa müraciətdə nə yer qaldı, nə söz qaldı, heç nə qalmadı. Yəni, belə sübut olunur ki, sübuta bu yetirildi. Bütün idarələr, bütün təşkilatlar, hamısı xalqı incitməkdən başqa heç bir işləri yoxdur. Bugün biz xalq olaraq, bizim kasıb xalq bunların nökəridir. Vəzifəlilər, biznesmenlər, kimin pulu var, pulsuzlar bunların nökəridir. Nə haqq var, nə adalat var, nə işıq var, nə qaz var, nə su var, nə yol var. Bunun başqa nə yolu var? Yani olan budur, etiraf budur. Bugün zulümümüz, bizim əziyyətimiz, heç kim bizi başa düşmədi, heç başa düşməyi də istəmir. Ancaq bu torpağa görə, bu xalqın böyük cəsarəti oldu. Hər bir çətin işində bizim bu kasıb xalqın cəsarətini göstərib. Ancaq bugün xalqa qarşı bir cəsarət biz görmürük. Xalqa görə cəsarət görsəydik, bugün xalqın çox sayılı müraciətləri yerində qalmazdı. Bugün xalqın evin sənədsiz qalmazdı, evi işıqsız qalmazdı, evi qazsız qalmazdı, evi susuz qalmazdı, şüşəsi yolsuz qalmazdı. Bunu etiraf etməliyik. Olan vəziyyət budur. Kimin pulu var, xalq onun nökəridir. Kimin vəzifəsi var, kasıb xalq onun nökəridir. Belə deyək də, daha bunun başqa yolu nə var? Harada gedirik, xalq hara gedir, kasıb hara gedir, kasıbın nə sayan var, nə eşidən var. Kasıbın təmiz sənətinə baxan yoxdur. Kasıbın təmiz sənətində qüsur axtarırlar. Kasıba lazım olan bir kağızı idarədə vermirlər. Biri deyirsən rayonda uçutdasan, ged rayondan ol. Biri deyir ki, sen giden tasdikle giden sen herhalde burada bu ne oyundu, ne biabırçılıktı. Vazife satılır, iş satılır, torpaq satılır, kanun satılır. Ne oldu? Kimin pulu var gerek bunları eləməlidir. Cənab Prezident Azərbaycan Respublikasını, yeni Azərbaycanı Ulu Önder Heydər Əliyev qurub. Ancaq bugünkü gündə Ulu Önder'in kurduğu bir hökumətə adlarını qulluq, dövlət qulluqçusu qoyan, adlarını xalqa xidmət edən qoyanlar bu günləri xalqa düşmən, cibləri ilə dostdular. Bunu bir əncam çəkmək lazımdır. Bu işi uzatmaq lazım deyil. Bu böyük bir terrordur. Azərbaycanda bundan böyük mən terror görmürəm. Hazar rayondan bir tane süpürgeciliğe göre 3 defa prezident administrasyonu niye gelmeli adam? Bu teşkilatların neye göre gelmeli? Süpürgeciliğe göre. Yani vaziyet budur da. Bunu niye itiraf edebilirler? İtiraf edenlere de imkan vermirler. Onu sesi size çıksın. Bali eğer bütün deyilenlerin size malumat verilseydi, matbuat var düzgün baksaydı, bu günleri huzurunda olmazdı. Vaziyet hiç de yaxşı değil. Vəziyyət çox pisdir, vəziyyət çox sərtdir, vəziyyət düzəlmir. Bizi biznesmenlərlə vəzifələr işğal ediblər. Bunu mən açıq deyirəm, yəni onu da bilsinlər. Bu torpağa görə vuruşan kasıb xalq oldu. Siz olmadınız. Ancaq bugün kasıbı saymırsınız və Azərbaycan vətəndaşını saymırsınız. Azərbaycan vətəndaşına qarşı böyük haqsızlıq və hörmətsizlik edirsiniz. Çünki özlərinə aid nə var, hamısı var. Özlərinin hansı şəraitlik qurublar. Xaricdən bu yana kef edirlər. Xeyr ola. Bu yetimləri niyə nəzərə almırsınız? Kasıba bir dənə iş verirlər, 50 dəfə deyirlər, sən çıxardarıq, sən çıxardarıq. Bu yaşayış deyil. Bu hiç insanlığa xas olmayan bir hərəkət deyil, bunun başımıza gətirirlər. Mən çox xahiş edirəm cənab ölkə başçısından vətəndaşınıza sahip çıxın. Gəlin bizə sahip çıxın. Bizi
bu dediğim vazifeli ve pullu biznesmenlerin ihtiyarına bırakmıyoruz. Vaziyetin yaxşı olmamayı bugünkü günde budur. Bəli, kasıbın sözü hiçbir yerde konkret eşidilmir. Kasıb vatandaşı hiç bakan yoktur. Onun ne düzgün senedine bakan var, ne düzgün sözüne. Ben çok xahiş edirəm, bu büyük bir ülke içinde bu boyda bu terörün qabağını alın. Çok xahiş edirəm. Cemaat çok büyük bir narazılıkla, halkın narazılıkla, gözyaşıyla bu sözleri değil. Cemaatın hakkını elinden alırlar, haksız yerine. Cemaatın hakkını alırlar, haksız yere. Cemaatın varını alırlar, haksız yere. Buna bir son koymaya lazımdı. Hiç olmazsa en azından adam fikirleşmeye lazımdı. Bu devleti kim kurdu? Bu devlete başçılık kim bilir? Bunlar bugünkü günde ne Ulu Önder'e hürmet edirlər, ne de Cenab Prezident size. Yani size hürmet edən Azərbaycan vatandaşına hürmet etmelidir. Necə də ki siz neçə dəfə mən sizden eşitmişəm. Yani siz deyilən sözlere hiç kim əməl eləmir, vəziyyət yaxşı değil. Yeni Azərbaycan Partiya Təşkilatının faal üzvü Ali Vasif Balakanoğlu. Her bir izleyene öz təşəkkürümü bildirirəm.